Bu video ilə daha bir riyaziyyat sualının həllini öyrənirik. Buraxılış tipli bir sualdır. 11-ci suala baxaq. -3 üstü 4, -1 üstü 50, 2 üstü 4, -3 üstü 3 və -2 üstü 4. Deməli, baxırıq birinci -3 üstü 4-ə. -3 üstü 4, 4 dənə -3-ün hasilidir. Birinci baxırıq mənfiyə. Mənfinin üstündə cüt ədəd, yəni 4 olduğu üçün, mənfinin üstündə cüt ədəd 4 olduğu üçün, buradakı mənfi bizə lazım deyil. Mənfi getdi. 3-ün üstündə 4, 4 dənə 3-ün hasilidir 3, vuraq 3, vuraq 3, vuraq 3. 4 dənə 3-ün hasili bizə verir 81. Deməli, bura olur 81. Digərinə baxırıq. -1-in üstündə 50. Yenə burada -1-in üstündə 50 cüt ədəd olduğu üçün, yenə buradakı mənfi bizə lazım deyil. 50 dənə 1-in hasili eləcə verir 1, olur üstə gələ 1. Sonra üstə gələ 2 üstü 4, 4 dənə 2-nin hasilidir. Aşağıda yazıram 2, 4 dənə 2, vuraq 2, vuraq 2, vuraq 2, hasil eləyir 16. Deməli, 2 üstü 4 bizə verir 16. Üstə gələk. Baxırıq digərinə. -3-ün üstündə. Burada -3-ün üstündə tək ədəd var deyə, buradakı mənfi bizə lazımdır. Yazırıq -3-ün üstündə 3, 3 dənə 3-ün hasili deməkdir. 3, 3, 3 bizə verir 27. Yazırıq -27. Çıxaq. Baxırıq bu hissəyə. Bu hissədə yaşılla görünəcək. Mənfinin üstündə 4 bizə verir müsbət ədəd, yəni mənfini aparır, mənfi getdi. 2 üstü 4 yenə verir 16. Eləcə oldu. Yəni buradakı deməli çıxma, bu çıxmadı. Digər üstündən kreslədiyim mənfi bir-biri ilə getdi. Bərabər olur. Gördüyümüz 16 ilə yuxarıda, aşağıdakı 16 bir-biri ilə gedir. Yəni islah olunur. 81 qalır. 81 üstə gələ 1. Üstə gələ -27. 81 ilə 1-i toplayırıq 82. 82-dən də 27 çıxanda cavab bərabər olur 55-ə. A variantı.